Salam hörmətli Tüfə TikTok izləyiciləri, sizləri yenidən xoş gördük. Bura Gəncə şəhəridir. Gəncə şəhərində Cavadxan qəsəbəsində, yəni avtozavodda bax qarşıda gördüyünüz bağışlayın. Deməli 4 sot torpaqda bir böyük salı, eyni zamanda 3 otaq olan bax qarşıda gördüyünüz belə bir həyət evi satılır. Hal-hazırda mən sizə deməli evin üst hissəsini göstərmək istəyirəm. Gördüyünüz kimi çox əla və keyfiyyətli materiallar ilə tikilib. Bax hal-hazırda siz evin üst hissəsini görsünüz. Yadımdan çıxmamış onu da deyim ki, yəni burada kanalizasiya var. Bura isə baseyndir. Mənə deyilənə görə harasa 4-ün 9 olmalıdır, yaxud 7-yə. Bax bu cürdür. İndi isə deməli buradan bax bu baseynə aiddir. Yəni işləməsi üçün hər bir deməli belə deyim də aksesuarların hamısı var. Yəni bax bu cürdə həqiqətən belədir. İndi isə deməli barısını göstərirəm. Gördüyünüz kimi düzdür, bir balaca axıra qədər iş görülməyib. Kürsülüdür, 2 qat kubiklər hörülüb. İndi isə evə keçirəm. Sənədi sərəncamdır, arxiv arayışı var. Yenidən mən sizə bax bu həyət evinin bağçasını göstərirəm. Deməli 17 tonluq su baseynisi var. Yenə təkrar edirəm. Deməli kanalizasiyası var buranın. Quyu deyil. İndi isə navesin alt hissəsini göstərmək istəyirəm. Cavadxan qəsəbəsində 98 nömrəli orta məktəbə çox yaxın bir ərazidə yerləşir. Bax hal-hazırda sol tərəfdə qapısını görürsünüz. Bura zalıdır. Zalın uzunluğu bağışlayın. Deməli 11-in 5-ədir. Bax yenidən mən sizə təmirini göstərirəm. Gördüyünüz kimi əla və keyfiyyətli təmir olunub. Bura isə hamamıdır. Hamamın ölçüsü 2.7-nin 4.7-yədir. Bax təxminən belədir. Bax indi mən sizə hamamını yenidən göstərirəm. Bax hamamın deməli gördüyünüz kimi həqiqətən böyükdür. Bax hamamını göstərdim. Kombi sistemdir, splaşnoid. Bax belə bir həyət evinin qiyməti 160 min manatdır. Mənə deyilənə görə qiymətində mütləq razılaşma olmalıdır. İndi isə mətbəəni sizə göstərirəm. Mətbəyi də gördüyünüz kimi böyükdür. Hardasa 2.7-nin 4.7-yə olmalıdır. Bax təxminən belə bir ölçüdədir. Solda gördüyünüz mətbəx mebeli mənə deyilənə görə evdə qalır. Çox yaxınlıqdan, hədsiz dərəcədə yaxınlıqdan 19 nömrəli marşrut işləyir. Yəni bildiyiniz kimi 19 nömrəli marşrut 18 bağışlayın. Deməli 18 nömrəli marşrut bildiyiniz kimi bax bu ərazidən Təzə bazara işləyir. Bax bu cür dedim. Deməli gördüyünüz kimi polud taxtadır, yəni başqa material deyil. Buranın ölçüsü isə 4-ün 4.70-ədir. Yenidən mən sizə otaqlardan birini göstərirəm. Bax belə bir həyət evinin qiyməti 160 min manatdır. Mənə deyilənə görə qiymətində mütləq razılaşma olmalıdır. Bura isə otaqlar ikinci otaqdır. Bəli, ikinci otaqdır. İkinci otağın ölçüsü 4-ün 6-yadır. Təmirinin gördüyünüz kimi əla və keyfiyyətli təmir olunub. Bax yenidən polunu göstərirəm sizə. Kombi sistemidir. Eyni zamanda stil sistemi bildiyiniz kimi 2 minutkadır. Bura isə deməli 3-cü otaqdır. 3-cü otağın ölçüsü 4-ün 3-ədir. Bax belə bir həyət evinin qiyməti deməli 160 min manatdır. Yenidən mən sizə zalını göstərirəm, bağışlayın. Bax bura deməli ikinci mərtəbədən mənə deyilənə görə pilləkəni görürsünüz. Orada deməli mansar tipli bax belə bir şərait yaratmaq lazım idi. Hal-hazırda həmin şərait yaradılmayıb. Yenidən otaqların necə yerləşməsini sizə göstərirəm. Dediyim kimi Cavadxan qəsəbəsində deməli 98 nömrəli orta məktəbə yaxın bir ərazidə yerləşir bu həyət evi. Bax belə sizlərə uğurlar.